Cahanda hər hökmü bir zaman verir. Dünən dövran sürən, bugün can verir. Tinlə salam, atam, bu da belə getdi. Üzümü tuturam bu kaftara. Aramis, Artos, Bartos, Dartalyan ne? Hə? Görəsən bunları da tutub basız elə çəri, yoxsa elə belə də gələcək. Buna nə var? Qeyrib deyəcək ki, mən Ramiz deyirəm. Mən boz kardinalam. Dəyərinə bir üstün ad vermək olar, poz qazan. Necə ki, cəmaatın haqqını, hüququnu, işiniz adını pozub qazanıblar da, mağul indi burunlarından gələr. Biz kasıblara nə var ki, bir maaşımızdır, bir də kreditimiz. Maaşımız da bilirsiniz də, Bobasir kimidir. Nə özümüz fərli başlı görə bilirik, nə də başqasına göstərməyə utanırıq. Hə, zato başımız dikdir. Biz öz uşaqlarımıza halal çörək yedirdirik. Daha bunlar kimi vətənə xəyanətlə yox. Dinliyor, tinimiz düzdür. Ağa, o günləri çağırmışlar bir dənə yerə. Dedim, baxma da, yaxşıdır. Hər ehtimala qarşı çimim gedim. Hala girdim hamamı çimməyə. Nə görsəm yaxşıdır. Su gəlmir. O gəlmir, bu gəlmir. Düz 5 gün. Bu deyil, buna görə. Bu işi çoxdan görmədim. Sen gel gözüküyor. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov. Nə oldu? 5 günə bir dənə deşiyi bağlaya bilmədiniz. Hala mən də lap kefdəyəm. Deyirəm, hər məmur bir dənə deşiyi tezbazar bağlasa, bəs onda ev eşiyini nə ilə düzüb qoşar? Ha? Dinliyor, tinimiz düzdür. Bakı metropoliteni 1.623.313 manat 58 qəpiyə 2 dənə vaqon təkəri alır. Adamı lap təkərə salırsınız. Gən də yaxşı qutarmışıq ha. 2 təkər xarab olub. Bunun motoru tökülsəydi, cibimizi söküzəydilər. Təklif edirəm, metrodakı səs düşsün. Əziz Bakılılar və şəhərimizin qonaqları. Gediş haqqıya 10 köpük bassaq da, gəndə basa-basla gedəcəksiniz. Xoşunuza gəlmir, basın bayrağı, Bakı basla gedin. Atam balası, bunların basıb bağladıqları nə qədər rəyli olsa, indi öz aramızda bizim tinimiz düpbədüzdür ya.